Əsl səbəbini əlbəttə ki, xüsusi tədqiqatdan sonra demək olar. Amma mən öz fərziyyəmi deyə bilərəm. Məsələ ondadır ki, Azərbaycan kimi balaca ölkələrdə şəhərlə kənd çox da fərqlənmir. Ələxüsusda görsək ki, urbanizasiya bizdə çox güclü gedir və Azərbaycanın 90% artıq bir tək Bakı şəhərinə yerləşir. Və rayonlarda demək olar ki, adamlar yoxdur. Onlar burada yaşayıb, burada işləyirlər, amma adı gedir ki, güya rayon adamıdır. Sonra da gedir rayon adamı kimi xəstəliyi çıxandır, demək deyil ki, o rayonda yaşayıbdır. Amma daima rayonlarda yaşayan və rayondan heç yerə çıxmayan insanları yoxlasaq görək ki, onlar nə dərəcədə xəstələnir? Bu başqa sual. İkinci məsələ. Bəli, marketlərdə hamısı zəhərdir, imperialistlərin zibilləridir. Amma baxın, onlar nə qarırlar? Onlar axı sizin düyü, kartof və digər məhsullarınız hansını ki becərirsiniz, onları da xüsusi toxumlarını genetik modifikasiya edib sizə satırlar. Siz onu nətər nəzarət eləyəcəksiniz? Onu heç cür nəzarət eləyə bilmirsiniz. İmperialistləri sizi məhv eləmək lazımdır. Onlar sizə imkan verməzlər ki, salamat qalasınız. Onlar bu və digər şəkildə sizin bütün yollarınızı tapıb məhv eləyəcəkdir. Ona görə də ən yaxşı yol burada oruçluqdur, ac qalmaqdır, polbregi oxumaqdır, yoga ilə məşğul olmaqdır, laya yoganı öyrənməkdir və digər texnologiyaları öyrənmək, hansı ki biz öyrənmişik, biz bilirik.